İngilis dili 250 sınaq toplusunun Nərgiz Nəcəfin sınaq 1-in izahına baxırıq. Birinci sualdan başlayaq. Ekranı yaxınlaşdırıram. Birinci sualda deyir ki, choose the compound noun. Compound nə deməkdir? Compound mürəkkəb deməkdir. Deməli, bizdən mürəkkəb isimləri istəyir. Və burada diqqət etməli olduğumuz məqam odur ki, isim istəyir bizdən, sifət istəmir. Birinci sualda cavabımız olacaq B variantı. Səbəb nədir? Bizdən compound istəmirmi mürəkkəb? Bu sözə baxın, importance-da ends şəkilçisi var axı. Ona görə çıxdıq. C variantına baxdıq, isim. Bu şəkilçi idi axı. Ona görə çıxdıq. Burada supermarketə görə çıxdıq D variantını. Y variantına da baxdıq. Y variantında isə representative sözünə görə çıxdıq. Cavab olar B variantı. İkinci sualda cavabımız olacaq D variantı. Səbəb nədir? Bizdən compound noun istəyir. Independence var, ends şəkilçisi var. Ona görə A variantı yanlışdır. B variantına baxırıq. B variantında nə görürəm? Məndən mürəkkəbləri istəmirdimi? Bu sonuncu sözə görə baxın, çıxdım B-ni. C variantına baxıram. Burada tion şəkilçisi var 3-cü sözdə. Y variantında nəyə baxıram? Y variantında statesman sözünə görə çıxdım. Cavab burada oldu D bəndi. Keçdik 3-cü suala. Okay. 3-cü sualda compound noun istəyir yenidən bizdən mürəkkəb isimləri. 3-ə baxıram ki, 3-cü sözdə tion şəkilçisini görürəm. 3 olan variantları çıxıram. Daha sonra championship-dəki ship-i görürəm. 2-ləri də ona görə çıxıram. Mənə qalacaq C variantı. Düzdür, çıxdaşla eləmək daha adamın işini asanlaşdırır, amma yenə də izahını verək. Birinci sualda underground-dur. Mürəkkəb isimdir underground. Deməli. Keçdik 4-ə. Choose the compound noun. Yenə bizdən mürəkkəb isimləri istəyir. Mürəkkəb isimləri istəyir bizdən. Burada cavabımız olacaq D variantı. Niyə? İndi compound bizdə mürəkkəb istəmirmi? Birinci sözə baxıram ki, tion var. Birləri çıxdım. B getdi, Y getdim. Cavab 2, 3, 4 dedik. 5-i niyə götürmədik? Industry sözün elə köküdür. Industry sözün köküdür. O zaman 5-ləri də açsaq bizə qalacaq D variantı. 5-ci sualla davam edirəm. 5-ci sualımızda cavabımız olacaq Y variantı. İndi isə izahına keçək. Deməli, B variantında tionu gördüm, çıxdım. Burada menti gördüm, salası mənə görə çıxdım. Permission'da ion şəkilçisini gördüm. Burada da liderinin maşruva görə çıxdım. Cavab olacaq Y variantı. 6-cı sual. 6-cı sualda cavabımız olacaq B variantı. Birinci bizdən compound istəyirdi mürəkkəb. Friendship-dəki ship-i gördüm, ship-ə görə çıxdım. 2-ləri. 4-də də tionu gördüm, ona görə çıxdım. Cavab oldu B variantı. 7-ci sual. 7-ci sualda cavabımız olacaq A variantı. Nəyə görə A variantı oldu? 5-i çıxdım ki, or şəkilçisini gördüm, çıxdım. Daha sonra nəyə görə çıxacağım? Bir dəqiqə. Difficulty. Difficulty-yə görə çıxdım. O da olmadı. 2-ni də götürmürük, çünki tion şəkilçisini gördük. 8-ci sual. 8-ci sualda testimizin bir dəqiqə. Cavabımız burada olacaq D variantı 2, 4 və 6. 2 olacaq, 4 olacaq və 6 olacaq. İndi isə səbəblərinə baxaq. Bizdən compound noun istəmirdimi? Compound nə idi? Mürəkkəb idi. Birdə tion var, çıxdım. Burada ist var, çıxdım. Burada en var, çıxdım. Er var daha doğrusu. Bizdə qaldı bir 2, 4, 6. Cavabımız D variantı. 9-cu sualda. 9-cu sualda da testimizin cavabı olacaq C variantı. İndi isə səbəbinə baxıram. Deməli, bizdən derivativ. Derivativ nə idi? Derivativ düzəltmə idi. Burada sufiks görürəm ki, sufiks burada sadədir. Y variantını çıxdım. D variantda futbol sadədir. Çıxdım. Daha sonra sitting room mürəkkəbdir. Ona görə çıxdım. Bathhouse bu da mürəkkəbdir. Çıxdım. Cavab olacaq burada C variantı. Keçdim 10-cu suala. 10-cu sualda da yenə də derivativ noun, yəni bizdən düzəltmə isimləri istəyir. 10-cu sualda da testimizin düzgün cavabı olacaq A variantı. İndi isə baxaq. Bizdən derivativlər istəmirdimi? Burada hate sadə deyilmi? Nə gəlsin düzəltmədə? Sonra burada benefit sözünə görə çıxdım.
Daha sonra sertifikat sözüne görə də C-ni çıxdım. Daha sonra isə Çeymənə görə də B-ni çıxdım. 11-ci sual. 11-ci sualda testimizin düzgün cavabı olacaq C variantı. İndi isə səbəbinə baxarıq. Bizdən simple istəyirdi. Simple nədir? Sadə deməkdir. Burada aktorda var. Or şəkilçisi var. Daha sonra airmail bu deməli bu sadə deyil. Ona görə çıxdıq. Bottle burada bottle sadədir. Kitchen, hamper. Aha. Burada bottle sadə verdi, amma digərləri yəni düzgün deyil. Ona görə çıxdıq C variantını. Sonra burada end şəkilçisi var. D variantına çıxdıq. Sonra burada da bu birinci sözümüzə görə çıxdı cavab. Burada oldu C variantı. 12-ci sualdan davam edək. 12-ci sualda testin cavabı olacaq Y variantı. İndi baxaq. Bizdə nə istəyir? İsimləri istəyir. Birinciyə baxım ki, fabulous bu isim deyil. Generosity bu isimdir. Əslində bunu belə izah kimi verə bilmərik. Tam. Çünki bu əslində söz bazası dayanan bir sualdır. Ona görə də keçdik. 13-cü sualda bundan eyni tip sualdır. Ona görə də deyirik ki, 13-cü sualda da cavabımız olacaq B variantı 2 və 6. Keçdik 14-cü sualda. 14-cü sualda bizə deyir ki, derivativini al, yəni düzəltmə isimləri seçsin. Düzəltmələrdə dedik prefikslə, sufikslərlə yaranırdı. İndi keçdik testimizə. 14-cü sualda testin cavabı olur Y bəndi. Səbəb nədir bə? Bizdən derivativ istəmirdimi? Bu sportmənin nə işi var burada? 3-ləri açsam elə avtomatik mənim cavabım çıxdı. 15. Deyir ki, sufiks şəkilçilərimiz hansıdır? Sufikslərimiz elə burada baxan kimi gözə dəyir nə? TY ilə isim. Sonra 16-cı sual. Dark və lazy-yə artırıla bilən sufikslər istəyir bizdən. Cavabımız olacaq B variantı. Bu əslində lüğətlərdən də tanış ola bilər. Bu darkness sözüdür, laziness sözüdür. İndi keçirik nəyə? 17-ci sualımıza. Aha. Okay. 17-ci sualda testimizin cavabı olacaq C variantı. Bizdən domla düzələn sözləri istəyirdim. Kingdom, freedom, wisdom bunlar istifadə olunurdu. 18-ci sualda poetlə hansıda artırıla bilən şəkilçini istəyirdi. Cavabımız burada olacaq C variantı. Poetess, hostess. Hostess daha çox tanışdır deyə test tapa bilərik. 19-cu sual. 19-cu sualda div və longa artırıla bilən şəkilçi istəyir. Cavabımız burada da olacaq B variantı. Bu da belə baxanda mentlə istifadə olmaz. Deep ment adında bir şey mi var? Deep adında bir şey mi var? Belə məntiqindən yəni çıxmaq olardı. 20-ci sualda da invent sözünə artırıla bilən sufiks şəkilçilərimiz istəyir. Burada da cavabımız olacaq C variantı. Invention və inventor. Inventness olmaz, dom olmaz, ship uyğun gəlmir. Deməli, beləliklə sınaq birimizi yekunlaşdırdıq və ardıcıl olaraq paylaşılacaq növbəti sınaq